Salam, hər vaxtınız xeyir olsun. Sualın şərtinə baxıram. Sualda deyir ki, horizontal sıxım vasitəsilə təsvir edilmiş relyef formasında K və L məntəqələri arasındakı temperatur fərqi 2,4 dərəcə olarsa, kəsmə yüksəkliyi neçə metr olduğunu müəyyən edin. Deməli, burada biz ilk növbədə bizə verilmiş temperaturu metrlə ifadə etməliyik. Çünki bizdən sualın nəticəsi olaraq kəsmə yüksəkliyi metrlə soruşur. Belə bir məlumatdan istifadə edəcəyik. Biz bilirik ki, hər 1000 metr hündürlüyə, temperaturun dəyişməsi neçə dərəcə olur? 6 dərəcə Selsi. Deməli, hər 1000 metr hündürlüyə temperatur 6 dərəcə dəyişir. Bəs neçə metr hündürlüyə 2,4 dərəcə dəyişir? Bunu bilmirik. Bunu x-nə işarə edək. 2,4 dərəcə dəyişər. Burada da x bərabərdir. 2,4-ü 1000-ə vurub 6-ya bölərik. Bu da eləyər 400 metr. Deməli, biz buradan nəyi tapdıq? Biz buradan tapdıq ki, K və L məntəqəsi arasında 400 metr hündürlük fərqi var. Buradan kəsmə hündürlüyü tapmaq üçün 400-ü K-dan L-ə qədər boşluqların sayına bölərik. Deməli, L məntəqəsinin horizontalı budur. K məntəqəsinin horizontalı budur. Buradan bura kimi boşluqların sayı 1, 2, 3, 4. 4 boşluq var və 400 ədədini biz 4-ə bölməklə alırıq 100 metr. Deməli, bu horizontal üçün kəsmə hündürlüyümüz 100 metrə bərabərdir. A variantı. Bu qədər.